Tez-tez adını eşitdiyimiz FIFO və AFCO. LIFO IFRS-də qadağandır. Bu metodlar fiziki ayırmanı göstərmir. First in, first out, yəni ambara birinci daxil olan, birinci satılmış hesab edilir. Açar söz burada hesab edilir. Yəni mühasib ambarda fiziki olaraq nə baş verir, onu görmür. Dəftərə yazır ki, sanki xronoloji ardıcıllıqla ilk aldığımızı ilk satdıq. Bu düşüncədə olur. AFCO-da isə ambarda satış günündə olan ümumi qiyməti ümumi saya bölür, yəni orta qiymət tapır. Satdıqlarına vurur, olur onların average cost-u. Əgər olduğumuz mühitdə qiymətlər artan tendensiya ilə gedirsə, FIFO-nun rəqəmləri mənfəət və aktiv cəhətdən daha yuxarı olur. Çünki qiymətlər artırsa, mən yeni aldığımı, yəni daha baha aldığımı sonra satmış görəcəm. Yəni ucuz aldıqlarımı ilk satmış görəcəm. Bu mənim maya dəyərimi az, mənfəətimi çox göstərəcək. Eləcə də qalıq inventarım çox görünmüş olacaq. AFCO ilə müqayisədə qiymətlər artan tendensiya ilə gedəndə FIFO-nun rəqəmləri mənfəəti yuxarı olur. Tərsinə qiymətlər azalan tendensiya ilə gedirsə, AFCO-nun rəqəmləri yuxarı olur. Çünki mən baha aldığımı sanki birinci satmış görəcəm. Bu məsələlərə diqqət yetirsək, IFRS-in və eləcə də vergi məsələlərində bu hesablamaları düzgün yerinə yetirə bilərik.